Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin iştirak etdiyi Sağlamlığa Doğru Qaç layihəsini həyata keçirib. Açılış mərasimində konfederasiyanın sədri Sahib Məmmədov tibb işçilərini Peşə Bayramı münasibəti ilə təbrik edib. Layihənin final mərhələsində suverenliyimizin bərpa edildiyi Xankəndi şəhərində təşkil olunmasını əlamətdar hadisə adlandırıb. O layihənin asudə vaxtın səmərəli keçirilməsi, sağlam həyat tərzinin təbliği, ittifaq üzvləri arasında həmrəyliyin gücləndirilməsi baxımından faydalı olduğunu bildirib və final iştirakçılarına uğurlar arzulayıb. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında Şərqi Zəngəzurda və Qarabağda aparılan sistemli və sürətli bərpa quruculuq işlərindən öz doğma yurduna qayıdan sakinlərə yaradılan şəraitdən söz açıb və bugünkü idman tədbirinin Xankəndidə təşkil olunmasının əhəmiyyətindən bəhs edib. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafında tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan danışıblar. Tibb işçilərinin Peşə Bayramı gününə həsr olunan layihə çərçivəsində Xankəndi şəhərində qaçış yarışının final mərhələsi keçirilib. Finalda Hacıqabul, Ağcabədi, Lənkəran, Qusa, Şamaxı rayonları, Mingəçevir, Gəncə və Bakı şəhərlərində keçirilmiş zona yarışlarının qalibləri iştirak ediblər. Start verilən 5000 metr məsafəyə qaçışda zonalar üzrə qalib olmuş 48 səhiyyə işçisi iştirak edib. Finiş xəttini ilk keçən 3 qadın və 3 kişi iştirakçı finalın qalib elan olunaraq pul mükafatı, diplom, medal və kubokla təltif edilib. Finalda daxil olmaqla layihəyə ümumilikdə 1500-dən çox səhiyyə işçisi qatılıb. Tədbir bədii hissə ilə yekunlaşıb.